Günlük bürc proqnozu 8 noyabr 2025. Qoç. Bugün içindeki yorğunluğa baxmayaraq, bəzi qərarları özünüzdən asılı olmadan sürətlə vermək məcburiyyətində qala bilərsiniz. Kimsə sizdən açıqlama gözləyəcək, amma siz artıq kiminsə gözləntisinə uyğun davranmaq istəmirsiniz. Hadisələr sizdən çox, sizin duruşunuzdan asılı olacaq. Günün sonunda artıq kimsə üçün enerji sərf etməyəcəm deyib öz sərhədinizi daraltmaq ehtimalınız var. Buğa. Bugün daxilinizdə bir şeylər dəyişməlidir düşüncəsi daha fərqli tonda qayıda bilər. Bəzi insanlar sizdən xəbərsiz qərarlar verib sizi fakt qarşısında qoya bilərlər, amma siz sakit qalaraq oyunu pozmaq gücünü tapacaqsınız. Maddi və şəxsi mövzularda tələsmədən, amma qəti mövqeyinizlə hərəkət edəcəksiniz. Axşam kimləsə deyil, öz düşüncələrinizlə vaxt keçirmək daha rahat olacaq. Əkizlər. Bugün sizi danışmağa təhrik edən vəziyyətlər yarana bilər, amma bu dəfə hər suala cavab vermək niyyətində deyilsiniz. Kimsə sizdən münasibət gözləyəcək, siz isə vəziyyəti tam görmədən mövqe bildirmək istəməyəcəksiniz. Gün ortasında aldığınız bir xəbər beyninizdə yeni istiqamət aça bilər. Axşam zehninizi məşğul edən mövzularla tək qalmaq üstün gələcək. Xərçəng. Bugün heç kəsə izah vermək istəmədən öz dünyanıza çəkilmək ehtiyacı güclü ola bilər. Ailə və ya evlə bağlı bir məsələ ani şəkildə gündəmə gələ və sizi mövqe bildirməyə məcbur edə bilər. Sakit dayansanız da daxildə çox şey qiymətləndirirsiniz. Axşam rahatlama üçün insan yox, sakitlik axtaracaqsınız. Şir. Bugün sizə qarşı hörmət etməyən davranışları olduğu kimi geri qaytarmadan, sadəcə geri çəkilərək cavab verəcəksiniz. İnsanlar sizin sərt reaksiya vermədiyinizi düşünüb səhv qiymətləndirə bilərlər, halbuki siz artıq qərarınızı özünüzdə vermisiniz. Gün içində kiçik bir uğur və ya təsdiq özünüzə olan inamı artıracaq. Axşam kimləsə yox, özünüzlə razılaşmaq sizi rahatladacaq. Qız. Bugün planlarınızda dəyişiklik olacaqsa da bu sizi əsəbləşdirməyəcək, çünki alternativ çıxışı dərhal tapacaqsınız. Gündəlik işlərdə səliqəyə ehtiyac duyacaqsınız və bir şeyi yoluna qoymaqla özünüzü psixoloji olaraq da yüngülləşdirəcəksiniz. Kiminsə məntiqli görünən, amma içi boş sözlərini dərhal sezəcəksiniz. Axşam öz fikirlərinizlə tək qalmaq daha rahat olacaq. Tərəzi. Bugün sizdən nələrsə danışmağınızı gözləsələr də, siz səslənməyi müşahidə etməyi üstün tutacaqsınız. Qarşınızdakı insanların davranışlarının alt qatını düşünmədən belə hiss edəcəksiniz. Daxildə topladığınız fikirləri hələ paylaşmaq istəyiniz yoxdur. Axşam öz enerjinizi başqaları ilə yox, özünüzdə saxlamaq ən sağlam seçim olacaq. Əqrəb. Bugün gizli qalan çox şey üzə çıxmağa başlayacaq, amma siz heç kimi sorğuya çəkməyəcəksiniz, bilmək kifayət edəcək. Kiminsə maskadan istifadə etdiyini görmək sizə artıq emosional təsir etməyəcək, çünki gözləntiniz yoxdur. Gün ərzində eşidəcəyiniz bir cümlə yeni qərarın başlanğıcı ola bilər. Axşam sakit dayanaraq üstünlük qazanmağın təsirini hiss edəcəksiniz. Ox atan. Bugün həyatınızda bir şeyin dəyişməsi üçün xaricdən gələn siqnal kimi bir informasiya ala bilərsiniz. Uzaqdan bağlı olduğunuz insanlar və planlar haqqında yenilənmə ehtimalı var, özünüzdən səbir tələb edən situasiya sizi daha da gücləndirəcək. Axşam özünüzə nəfəslik verib heç kimlə əlaqə saxlamamaq istəyə bilərsiniz. Oğlaq. Bugün sizdən məsuliyyət gözlənilsə də artıq hamının yükünü çiyninizə götürmək niyyətində deyilsiniz. Prioritetləri yenidən sıralayacaqsınız və buna görə kimlərsə inciyəcək, amma bu sizi dayandırmayacaq. Günün bir hissəsində ciddi qərarların sükut içində formalaşdığını hiss edəcəksiniz. Axşam öz seçiminizə sadiq qalmaq rahatlıq gətirəcək. Dolça. Bugün insanların gerçək üzləri sanki özlərini ifşa edir və siz yalnız baxmaqla nə baş verdiyini anlayırsınız. Sosial və ya iş mühitində sizə yönəlik gizli rəqabəti hiss edəcəksiniz, amma cavab verməyə ehtiyac görməyəcəksiniz. Yeni biri ilə tanışlıq gündəminizi dəyişə bilər. Axşam sözsüz sakitlik sizin üçün ən yaxşı mühit olacaq. Balıqlar. Bugün hadisələri ürəyinizlə deyil, duyğunuz siqnallara əsasən qiymətləndirəcəksiniz. Təsadüf adlandıracağınız bir an sizin üçün yol göstərici ola bilər. Münasibətlərdə artıq yumşaqlığın deyil, içdən sərhədin lazım olduğunu anlayacaqsınız. Axşam öz enerjinizi çölə deyil, içinizə yönləndirmək ehtiyacı üstün gələcək.